Biz bu günləri o məsələdən danışacağıq ki, bu gün Azərbaycan Respublikasında ölkə başçısı İlham Əliyevin yürütdüyü hüquq siyasəti ilə bağlı. Bu nədən ibarətdir? Bu ondan irəli gəlir ki, Azərbaycanda baş verən hadisələr, yəni hüquq müstəvisində həbslər, qohumluq əlaqələri olanlar, Ramiz Mehdiyev dövründə baş vermiş bir-birinə qohumluq əlaqəsi olan şəxslərin həbsi ilə bağlı gedir. Belə ki, qanun pozuntularına yol verilmiş şəxslər və bu günləri Dövlət Təhlükəsizlik Xidmətinin apardığı istintaq nəticəsində müəyyən bir insanlar ifşa olunur, hansı ki, o istintaqdan bağlı sirr əhəmiyyət etdiyindən biz onları açıqlamasını vermirik. Belə ki, bu siyasəti anlayanlara gəlsin. Yəni bizim bu izahımız. Yəni mənim üçün bu günləri çox sevindirici bir haldır ki, ölkə ərazisində artıq məmur özbaşınalığının qarşısına alınmaq üzrədir. Bu da düzdür, müəyyən bir vaxtlar bu proses davam eləyəcək, düzdür, yəni mərhələli şəkildə, tez bir zamanda baş verən bir hadisə deyil. Və bunun xalq çox əfsuslar olsun ki, anlaya bilmirlər daha doğrusu. İnşallah ki, biz bu müstəvidə olan hüquq siyasəti ilə bağlı göstəriciləri çəkib, bizi anlayanların, yəni bu siyasəti anlayanların diqqətinə çatdırılmasını təmin edəcək. Başda baş prokuror olmaqla, Dövlət Təhlükəsizlik Xidmətinin sədri Ərin Ağayev, Daxili İşlər Naziri Vilayət Eyvazov və onların tabeliyində fəaliyyət göstərən bütün hüquq mühafizə orqanlarını buradan şəxsən mən dərin minnətdarlığımı bildirirəm.